Herkese salam. Saçım başım dağınıqdır, üzürlü sayın. Deməli, qızlar, birazdan mamam gələcək. Uşaqlarla şəhərə gediblər toya. Mamam gəlməmişdən qabaq mağazinə girib mənim üçün yeni bir dəst şalvar, köynək, ayaqqabı, ətək, nə bilim, mənim paltara pul verməyə əlim gəlmir deyə mənim üçün girib 2 canlılıqdan sonra geyinməyim üçün yeni paltarlar alıb. Mən də fikirləşdim, nə edə bilərəm? Onun qədər olması da ən azından onu müəyyən qədər sevindirə bilim. Yadıma düşdü ki, keçən dəfə bizə gələndə Əsnatın duxusunu iynəmişdi. Çox bəyənmişdi o parfümü. Fikirləşdim, ay Allah, Bakıda hardan tapım, tez gətirsinlər, çatdırsınlar. Bir dənə səhifə tapdım. Sağ olsunlar, vaxtında da göndərdilər, mama gəlməmiş. Və parfümü buradadır. İndi gəlsin, ona sürpriz eləyəcəyik. Hansı parfüm olduğunu da göstərim. Baxın, Burberry Her. Ay Allah, çıxarda bilmirəm. Burberry Her, baxın. Çox qəşəng ətirdir bu. Bunu mən Əsnad üçün almışdım. Belə çiləkimsi bir kokusu var. Milkshake iyi gəlir. Çiləkli milkshake. Əsl yaz ətiridir də, yəni. İçində balaca bir konfetlə maska da qoyublar. Bunu Əsnada verəcəm. Bu Əsnadın payıdır. Bir saniye, bunu buradan götürürəm. Belə bir hədiyyə qoyublar içinə. Parfümü qaytarıram yerinə. Aldığım səhifəni də aşağıdan etiketləyirəm. 1 saatın içində çatdırdılar, yəni. Həqiqətən çox təşəkkür edirəm. İndi gəlsin, sürprizə eləyək. Deməli, qızlar, annem gəldi. Mənim üçün yeni şeylər alıb, amma mən səni qabaqlayıram. Ne, sen numarası. Hoş ne? Gel. Çok sağ ol kızım. Sağ ol böyle. Bax da bir dənə. Nereden hatır almışsın? Burası açmak istemem körlanır. Səncə hansı ətirdir? Gördüm. Hansıdır o? Aslında şey var. Hə. Niye zahmet çekiyorsun? Ya zəhmətli bir şey yoxdur. Sən o qədər əli dolu gəlmisən, o qədər əziyyət çəkmisən. Arkadaşlar, mama nə qədər şey alıb, geriyə qalanlarını YouTube-da paylaşacağım, sürpriz olsun.